2025-ci ildə mebel sahəsində hansı trendlər ön plana çıxır? Daha çox təbii teksturalar, davamlı materiallar və modul mebellər ön plandadır. İnsanlar həm estetik, həm də funksional çıxış yolu axtarır. Rənglər və materiallarda bu ilin ən sevilən seçimləri hansılardır? Açıq tonlar, pastel rənglər, torpaq çalarları dəbdədir. Materiallarda isə ağac, metal, şüşə kombinasiyaları üstünlük təşkil edir. Minimalizm, loft, klassika və ya modern hansına daha çox tələbat var? Ən çox minimalizm və modern üsluba yönəlmələr var. Xüsusi layihələrdə isə klassikaya da üstünlük verilir. 2025-ci ilin ən çox seçilən interyer stilləri hansılardır? Skandinaviya üslubu, eko-dizayn və Japoniya üslubu daha çox məşhurdur. Müştərilər daha çox hazır kolleksiyalara maraq göstərir, yoxsa fərdi dizayn sifarişlərinə? Hər ikisinə tələbat var, amma fərdi dizayn sifarişləri getdikcə artır. İnsanlar məkanlarını individual görmək istəyirlər.